Selvaçauri rayonunda xüsusi əməliyyat keçirilib. Bugün səhər saat 3 radələrində qanuni oğrularla əlaqəli ittiham ilə onlarla şəxs saxlanılıb. Şarabicebi kəndində əməliyyat bir neçə ailədə aparılıb. Saxlanılanların yaxınları bildirir ki, hüquq mühafizə orqanları evlərə qəfil daxil olub, pəncərələr sındırılıb. Şahidlərin sözlərinə görə 75 yaşlı Tamar Mikeladze ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Bau klinikası isə bildirir ki, qadının yarası şüşə qırıntılarından yaranıb və artıq evə buraxılıb. Lakin yaxınları güllə yarası ehtimalını istisna etmir. Saxlanılan Uça Cağelidze və Baçi Cağelidze qardaşlarının anası onların cinayət aləmi ilə əlaqəsinin olmadığını deyir. Gürcüstan Daxili İşlər Nazirliyi hələ rəsmi açıqlama verməyib. 1-ci sinifə 6 yaşı 31 dekabra qədər tamam olan uşaqlar da qəbul edilə biləcək. Bu dəyişiklik ümumi təhsil haqqında qanunun keçid müddəasına aiddir və təhsil komitəsi tərəfindən birinci oxunuşda təsdiqlənib. Qərar istisna xarakterlidir və yalnız bir dəfə tətbiq olunacaq. Məsələ parlamentdə sürətləndirilmiş qaydada baxılır. Sərhəd polisi dövlət sərhədini qanunsuz keçmə və keçməyə cəhd ittihamı ilə 3 nəfəri saxlayıb. İstintaqa görə 2 nəfər Türkiyədən sərhəd keçid məntəqəsini yan keçərək Gürcüstana daxil olub. Bir nəfər isə Gürcüstandan Türkiyəyə eyni qaydada keçməyə cəhd edib. Bu cinayət 5 ilədək azadlıqdan məhrum etməklə cəzalandırılır. Avropa İttifaqı Xarici İşlər Nazirlərinin görüşündə Gürcüstanda demokratiyanın pisləşməsi də müzakirə olunub. Bunu Kaja Kallas bildirib. Litva və Rumıniya Xarici İşlər Nazirləri vəziyyətdən narahat olduqlarını deyiblər. Budapeşt isə fərqli mövqe sərgiləyir. Gürcüstanda müxalifət hesab edir ki, hökumət Avropa İttifaqının tələblərini yerinə yetirməlidir. Hakimiyyət isə ittihamları anlaşılmaz sayır. ABŞ prezidenti Donald Trump bildirib ki, İranda real hakimiyyətin kimdə olduğu aydın deyil. Onun sözlərinə görə danışıqlarla bağlı siqnallar var, lakin İran tərəfinin kimin təmsil etdiyi və onların dialoqa hazır olub-olmadığı məlum deyil. Vaşinqtonda İran rəhbərliyinin vəziyyəti barədə dəqiq məlumat yoxdur. O, həmçinin Müçtəba Xamenei ilə bağlı qeyri-müəyyənlik olduğunu vurğulayıb. ABŞ-ın xüsusi nümayəndəsi Steve Utikov ilə İranın Xarici İşlər Naziri Abbas Araqçı arasında son günlər birbaşa əlaqə olub. Bu barədə Axios yazır. Detallar açıqlanmır, lakin bu müharibə başlayandan sonra ilk belə əlaqədir. Mənbələr mesajın kim tərəfindən göndərildiyi barədə fərqli məlumat verir. ABŞ rəsmiləri Araqçının əsas danışıqlar tərəfi kimi görür. Almaniya İranla müharibədə iştirak etməyəcək. Bunu kansler Friedrich Merz bildirib. Onun sözlərinə görə münaqişənin genişləməsi region üçün təhlükəlidir və müharibə tez başa çatmalıdır. Almaniya Hörmüz boğazında da hərbi iştirak planlaşdırmır. Avropa İttifaqı Hörmüz boğazında dəniz missiyasını genişləndirmək istəmir. Kaja Kallas bildirib ki, nazirlər yaxın şərqdə mövcud missiyanın gücləndirilməsini dəstəkləsələr də, hazırda mandatın genişləndirilməsinə hazır deyillər. Pakistanın Kabulda xəstəxanaya hücumu nəticəsində 400 nəfər ölüb, 250 nəfər yaralanıb. Taliban rəsmiləri bildirib ki, xilas etmə işləri davam edir və itkilərin daha çox ola biləcəyi ehtimal olunur. Pakistan isə hücumun hərbi hədəflərə yönəldiyini iddia edir. Arif Hüseynov sərgisi təntənəli şəkildə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi qalereyasında açılıb. Sərgidə dəvət olunmuş qonaqlar iştirak ediblər. Onların arasında Azərbaycanın Gürcüstandakı səfiri və səfirliyin əməkdaşları, həmçinin incəsənət sahəsinin nümayəndələri və Arif Hüseynov yaradıcılığı ilə maraqlanan şəxslər yer alıblar. Sərgidə rəssamın əsərləri təqdim olunur. Bu əsərlər onun fərqli bədii baxışını və unikal üslubunu aydın şəkildə əks etdirir. Ekspozisiya 2 həftə davam edəcək. Giriş sərbəstdir və maraqlanan hər kəs sərgini ziyarət edib izləyə bilər. Bugün Tbilisi şəhərində Mirzə Fətəli Axundzadənin Mədəniyyət Mərkəzində Novruz Naxışlı adlı mənim fərdi sərgim olsunur. Və burada Tbilisi şəhərində mənim ilk sərgimdir. Bundan qabaq polis tərəfdə olmuşdu, başqadır. Ancaq bu Novruz bayramına əlaqədar, Novruz bayramı çərçivəsində mən deyirəm ki,
bu tamaşası, Gürcüstan tamaşası arasında maraq doğurandır. Çünki mən bilirəm ki, onlar Gürcüstan ictimaiyyəti milli tarixə, milli bayramlara çox verdi. Mən çox şadam ki, özü də xoşbəxtəm ki, bugün biz Novruz bayramı ərəfəsində bu sərgini təşkil elədik. Sərgi Azərbaycanın xalq rəssamı, professor Arif Hüseynovun əsərlərinə həsr olunubdur. Çox istərdim ki, Gürcüstan əhalisi, Gürcülər və Azərbaycanlılar da bilməyənlər də gəlsin Arif Hüseynovun işlərindən tanış olsun və Novruz bayramının ab-havasını burada hiss eləsinlər.